Alo. Alo, salam aleyküm, akşamınız. Salam melekim, akşamınız xeyir olsun Niyaməddin müəllim. Səsinizi eşitməkdən qürur duyuruq, şərəf verdiniz. Gördün, səsləndim Niyaməddin müəllimə eşitdi. Deyəkdən baxsa, elə buradan da bütün bu tamam evinizdən razı olsun. Ama bir məsələ var, ne bak bu kardeşler deyəkdən okuyurlar, o ne deyirlər, onu gələk sənətkarın üzərindən gələk. İcazə verin. Niyaməddin müəllim. Bir dəqiqə icazə verin, mən özüm izah edeyim. Yox, opsi bir qapı. Niyaməddin müəllim maraqlı bir şeydir ki, sizin o mahnınız onun uşaqlıqdan ən çox sevdiyi mahnıdır. Və məhz o dediyiniz o yer var ha, o yazdığınız ürəyinizdən axıb gələn o gözəl nəğmə melodiya var. Onu həsrətlə gözləyirdi ki, indi həmin yer ona çox şirin gəlir o yer. Yox, bir sərgəmə, mən də onu soruşuram Eldan müəllimdən ki, onu montaj eləmişsiniz. Bu sənətdə canımı qoymuşam. Bəli, əlbəttə Niyaməddin. Niyaməddin müəllim, biz sizin qarşınızda baş əyirik. O nə demək, əlbəttə. Biz sizi çox istəyirik. Siz böyük sənətkarsınız. Gör... Çox sağ olun, minnətdarım. Həqiqətən də çox dəyərli bir mahnıdır, gözəl bir mahnıdır və nostalji hisslər oyada bilən mahnıdır. Mən istəmərəm ömründə ki, Niyaməddin müəllim kimi böyük bir sənətkar, yəni sənətinə bu qədər hörmət edin bir sənətkar elə düşünsün. Yox, əstəğfurullah. Doğrudan da sevdiğim, onun bir neçə mahnı, onun Röya mahnısı mənim uşaqlıqdan ən sevdiyim mahnılardandır. Onun sənətinə böyük hörmətim var. Yəni Niyaməddin müəllim əsla belə düşünmür. Niyaməddin müəllimin özünün də elə. Bəli, bu hal-hazırda Niyaməddin müəllimin Amma mən elə gəlir bu bir danışığı bir parodiyadır. Bəli. Fəqan qardaşımız Bərdəlidən zəng gəlmişdi. Mən bir də sənin verirəm. Mən üstü sağ olsun. Mənim səsimlə də danışsın da, xahiş edirəm. Yox, mən bir sözüm. Çox gözəl. Fəqan qardaşıma təşəkkürlərimizi bildiririk. Kimdir? Yaxşı, göstər. Və indi Oğlum ona göstərir. İkinci mahnıda yazıram. Görək kim tapır. Getdik. Hər kəsə təşəkkür. Bəli. Hər kəsə təşəkkürlər. Aydan sağ ol. Fəqan. Tapacağıq, narahat olmayın. İndi isə gün